Musiqi ruhun qidası, hisslərin tərcüməsi, bəzənsə tarixin notlara köçürülməsidir. Tanrıdan əsən yer, min illərdir yol gəlir. Həm də yaddaş, gələcəyə ən ümdə miras, irsdir. Bu torpağın hər addımında babalarımızın, dədələrimizin ayaq səsləri var. Hər daşında, hər qayasında o bizim milli kimliyimizin o şirəsi hopub. Azərbaycan Xalq Artistləri Mübariz Tağıyev, Tuncali Ağayev, əməkdar artistləri Ehtiram Hüseynov, Aşıq Samirə Əliyeva, Ramil Qasımov, gənc müğənni İlkin Dövlətov, Aybəniz xanım Haşimova xalq artisti iştirak edir. Janr olaraq bu bir sırf yallı janrına yaxın, cəngi yallı janrına yaxın bir janrdır ki, vətənpərvərlik ruhunda eyni zamanda da bir ruh qaldırıcı, əzmkarlıq və qələbə ruhunda olan bir əsərdir. Düşünürük ki, bu mahnının təbii ki, bir klipini də təqdim edək və klipimizdə məhz müxtəlif bizim regionlarda çəkilişlər aparılmasını planlaşdırırıq. Bu sözlər, bu melodiya bir xalqın həsrət çığırtısıdır. Zəngəzura qayıdış addımlarının ilkin ritmidir. Bu ideya ilə böyümüşəm. Mənim ailəmdə, mənim anam, atam Dərələz mahalından, İrəvan kökənli insanlardır və mən də bunun üçün çox qürur duyuram, fəxr edirəm ki, nəhayət ki, biz bu yoldayıq. Zəngəzur himninə çevrilə biləcək bir mahnıdır və inşallah yaxın zamanda da bu Zəngəzur himni deyə biz artıq hər yerdə bunu canı könüldən ifa eləyəcəyik. İnanıram ki, inşallah yaxın gələcəkdə bizim bu mahnımız bütün Zəngəzurda, şəhərli qəhvli Zəngəzurda səslənəcək inşallah. Musiqi təkcə dinləniləcək sənət deyil, o yaşanır, yaşadılır. Bayramda sevincin, müharibədə əzmin, ayrılıqda həsrətin ifadəsidir musiqi. Bugünsə Qərbi Azərbaycanın haray səsidir. Tənri göy tanrıdan, səmri nurdan gəlir.